Azərbaycanlı tələbə ABŞ universitetlərindən birinin illik $100.000 təqaüdünü qazanıb. Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli nüfuzlu Tulane Universitetinin kimya və biomolekulyar mühəndisliyi ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. Eyni vaxtda New York və Leeds universitetlərinin magistr proqramlarına da daxil olunan həmyerlimiz birbaşa doktorantura pilləsində təhsil almağı seçib. Seçimim Tulane Universitetində doktorantura proqramıdır. Hansı ki, mən burada bakalavr təhsilimi bitirib birbaşa orada doktorantura təhsilimə davam etdirəcəyəm. Universitetdə olan professorların işlədiyi tədqiqat mövzuları mənim maraqlarımla üst-üstə düşür. Və bu universitet Amerikada kimya mühəndisliyi ixtisası üzrə ən öndə gedən universitetlərdən biridir və bundan əlavə olaraq xüsusilə də bu ixtisas üzrə, yəni kimya mühəndisliyi ixtisası üzrə burada müxtəlif mövzularda ətraf mühitin mühafizəsi və yaxud biotexnologiya üzrə tədqiqatların çox olduğu bir universitetdir, yəni tədqiqat imkanlarının çox olduğu bir universitetdir. Gələcək planlarıma gəldikdə isə mən Tulane Universitetində doktorantura təhsilinə yiyələnib, daha sonra oradan əldə etdiyim bilik və bacarıqlarımı öz ölkəmdə də müxtəlif mövzularda tədqiqatların, elmi araşdırmaların aparılmasında tətbiq etməkdir.